Xeyir olsun, hörmətli izləyicilər. Demək, Masazırın giriş hissəsi deyək, yaxın ərazi, şəhərə yaxın ərazi, Azar City'nin arxası olan ərazidə 3 sotun içində 100 kvadratlıq qoşadaşdan inşa olunmuş, şəxsi inşa olunmuş, yaşayışlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırıram. Gördüyünüz kimi evin bir sot həyəti var. Arkasında da bir sot həyəti var. Bir sotda da ev tikilib. 100 kvadratda da ev tikilib. Yəni cəmi 3 sotun içindədir. Sənədləri bələdiyyədir. Yəni ilkin sənədləri var çalmaq üçün. Nəzərinizə çatdırım. Bu həyətindəki sanitar qovşağıdır. Həyət içindir. Düzdür, indi biraz təmirə ehtiyacı var. Qapısı dəyişilməlidir, amma ən azından varıdır. Bu hissəsi də hamam üçün nəzərdə tutulub. Bu evin çöl üçün, həyət üçün nəzərdə tutulmuş hamamdan sanitar qovşağıdır. Həyətində yüngülləri, belə yaşıllığı var, gülü, çiçəyi var. Keçən də evin arxasının bir dənə torpağı ilə də tanış olaq, hörmətli izləyicilər. Bax, burada bir ev tikib kiraya da vermək mümkündür. Daroşqalıq yolu var. Yolu verdin, ver. Burada bir dənə balaca bir ev tik, ver kiraya. Bir sota yaxında burada bir sotlardasa, burada da bir ev var, demək torpaqdır. Burada bir dənə də ev tikib kiraya verə bilərsiniz. Daroşqalıq bax belə bir yolu atırsınız buradan belə. Bir dənə də ev tikin verin kiraya. Hazır boş torpaqdır. Ya da torpaq istəyirsinizsə oturub istirahət eləmək üçün nəsə şərait yarada bilərsiniz. İstədiyiniz kimi şərait yarada bilərsiniz. Mən ən azı ağlıma gələni deyirəm, hörmətli izləyicilər. Keçən evin içi ilə tanış olaq. Çölü ilə tanış olduq. Daxil olur buradan evin içinə. Girən kimi dəhliz sistemidir. Evlər dəhliz sistemindədir. Təmiri normaldır, yaşayışlı evdir. Sağ tərəfdə burada birinci girən kimi mətbəxdir. Mətbəx hardasa bir 8 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərq edir. Mətbəx mebellərdir, kombi sistemidir. Evin içində qalır. Bunu nəzərinizə çatdırım. Burada bir yataq otağıdır. Yataq otağı gördüyünüz kimi öz həyətinə baxır. Pəncərəsi. Hardasa təxmini 3 metrin, 6 metr, 18 kvadrat rahat yataq otağıdır. Otaqlar da genişdir. Uşaq otağıdır. Ev əşyalı satılır, amma bu uşaq otağındakı mebellər çıxacaq. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Arxaya da pəncərə qoyulub, böyrə də pəncərə qoyulub, fortuska. Gördüyünüz kimi də ev işıqlı evdir. Havalanmaya tam uyğundur. Qiymət də münasibdir, baha deyil. Yəni bunu da nəzərinizə çatdırım. Burada da qonaq otağıdır, hörmətli izləyicilər. Nəzərinizə çatdırım ki, burada hardasa 4-ün 5-i olar, 20 kvadrat. 4-ün 450-yə, 20-yə rahat var. Gördüyünüz kimi, burada indi mebellər, bəziləri elektron açma şərti ilə mebellər qalır. Bir dənə uşaq mebelləri götürüləcək. Elektroniklərdə, yəni həmişə bütün evlərdə olduğu kimi götürülür. Ben də nəzərinizə çatdırım. Burada evin içindəki sanuzeldir. Sanuzeldə gördüyünüz kimi normal təmiri vəziyyətdə yaşayışlı evdir. Kim istəsə gəlib yenilik eləyə bilər. 3 sotun içindədir, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti, start qiyməti 79 mindir. Real alacaqsa endirim olmağına olacaq. Əşyaların bəziləri qalacaq. Yəni bunları nəzərinizə çatdırın. Bir də uşaq otağındakı amma əşyalar çıxarılacaq. Bir də elektroniklar. Qalan əşyaları da ev sahibindən danışacaqsınız qalmaq şərti ilə. Yəni 79 min start qiymətdir. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah alanı da xeyir versin, Allah satana da. Abunə olmağı da unutmayın, bəyənməyi də unutmayın. Hörmətli izləyicilər, 79 min start qiymət, endirimdə ev sahibi ilə danışacaqsınız. Təşəkkür edirik.